15-21 gün növbəti bürclər oxatanla davam edirik. Həftə başladığı zaman əsas diqqət mərkəzinizi tamamilə ikili münasibətlərinizə, burada evliliyiniz ola bilər, ortaq iş gördüyünüz insanlar ola bilər, onlara yönəldəcəksiniz. Qarşı tərəfdə olan insanlarla açıq və konkret bir münasibət qurmaq daha yaxşıdır və sizin problemləri həll eləyəcək. Həftənin ikinci yarısından etibarən duyğusal olaraq daha emosional olacaqsınız. Finansal olaraq pulla bağlı həyat yoldaşınız və yaxud da bir yerdə iş gördüyünüz insanların büdcəsindəki olan böyük dəyişiklik sizə də təsir edəcək, bəli, sizə xeyir gətirəcək. Oğlaq və yüksələn oğlaqlar həftənin ilk günlərində iş sahəniz, günlük oturduğunuz, yəni söhbət elədiyiniz və iş gördüyünüz insanlar bir də sağlamlığınız ön planda olacaq. Əslində işləri tamamlamaq üçün işlərinizi yəni yarı-yarımçıq qoymayın və tamamlamaq üçün həqiqətən gözəl bir zamandır. Həftə ortasından etibarən əsasən evliliyinizdə və yaxud da uzun müddətli bir münasibətiniz varsa, həqiqətən də o sahədə gözəl yeniliklər var. Partnyorunuzla aranızdakı duyğusal bağlarınız güclənəcək və əgər yalnız bir oğlaqsınızsa, ciddi bir, önəmli bir tanışlıq və evliliyə qədər gedən bir münasibət başlaya bilər. Dolçalarla davam edirik. Həftə başlayarkən sevgi həyatınız, hobbiləriniz və yaxud da uşaqlarla bağlı mövzular gündəmdə olacaq. Yaradıcılığa fikir verəndə, yaradıcılıqla məşğul olan dolçalar və yaxud da yaradıcılıqla məşğul olmayıb, amma artıq bu günlərini yaradıcılığa həsr etmək istəyən dolçalar üçün uğurludur. Həftənin ikinci yarısında işlədiyiniz işlərdə gündəlik həyat tərzinizdə deyim, əsasən öz fikirləriniz, ideyalarınız gündəmdə olacaq. Sağlamlığınıza və qidalanmanıza belə diqqətli olun. Mümkünsə kökəlməmək üçün və yaxud da əgər çəkidə probleminiz varsa, qidanızı nəzarətdə saxlayın. Amma həqiqətən yeni bir iş, yeni bir çalışma düzəni düzəltmək, özünüz üçün yeniləmək daha yaxşı olardı. Unutmayın ki, yəni əgər bir yerdə xoşbəxt deyilsinizsə, orada gələn pul da sizə bərəkətli ola bilməz. Çalışın sizin üçün xoşbəxt hiss elədiyiniz yerlərdə işləyin. Balıq və yüksələn balıqla da artıq bitiririk. 12-ci bürcün sonu və sonun başlanğıcı. Zehninizin, belə deyim, sərhədlərini artıq aşacaqsınız. Münasibət qurduğunuz hər yerdə çox sürətli qərarlar alacağınız bir həftədir. Yaxın çevrənizdə, dost, qonşu və qohumlarınızla bağlı sürprizli xəbərlər eşidə bilərsiniz. Ayrıca ev və ailə mövzuları bu həftə sizin üçün olduqca ön planda olacaq. Bundan sonraki 10-15 gün içində balıq bürcünün, yəni xaricdən bir xəbər və bir qonaq qarşılaya bilərsiniz. Ən əsaslı işlə bağlı, karyera ilə bağlı ola bilər ki, yeni bir iş qurmusunuzsa, yeni bir işə başlamaq istəyirsinizsə, bu və ya digər şəkildə biraz əziyyət çəkmək, biraz yeniliklər eləmək lazımdır ki, orada uğurlar olsun. Amma başladığınız hər bir işdə bu il üçün həqiqətən uğurlara ən birinci çatmaq sizin əlinizdə olacaq. Bu həftə həmçində azdan az, çoxdan çox maddiyyat gələcək sizə və gələn bu maddiyyatı doğru düzgün büdcənizi formalaşdırmaq sizin əlinizdədir. Hətta onu düzgün də bacaracaqsınız. Bilirsiniz ki, Saturn bizim ikinci evimizdədir və ona görə də pulla bağlı mövzularda artıq lazımsız xərcləri yox. Ən birinci borc sisteminizi bağlayın, sonra digər məsələlərə keçin. Uğurlu, xeyirli, ruzli və bərəkətli olsun hər birinizə.